Salam hər kəsə. Bu R4 6-cı dərslikdir. Bu dərslikdə mən fon hesabları haqqında məlumat vermək istəyirəm. Fon şirkətləri nədir? Ümumiyyətlə fon deyəndə nə başa düşürük? Fon tradedə bizim nəyimizə lazım olacaq? Hansı fon şirkətlərinə güvənmək olar, almaq olar və uzun müddətli istifadə etmək olar? Bu barədə məlumat verəcəm. Ümumiyyətlə İlkin mərhələdə əlbəttə ki, fonla başlamağınızı tövsiyə edirəm, özünüzü yoxlamaq məqsədi ilə. Çünki bir var ki, misal üçün $1000 balans, yəni yatırım eləyəsən və hansısa ilkin təcrübələrə görə və səhvə görə onu itirəsən. Bir də var ki, $1000 dəyərində olan bir hesabı $100 əldə eləyəsən və təcrübələri onun üstündə aparasan. Bu həm adama özgüvən verir, həm özünü tanımış olursan ki, mən nə dərəcədə yaxşı treyderəm, mən risklərimi necə idarə edirəm və s. Ona görə də başlayıram fonlar haqqında məlumat verməyə. Fonlar həddindən artıq çoxdur. Yəni bunun aşağı səviyyəli və yuxarı səviyyəli belə kateqori olaraq çox, yəni fərqləri var. İlk növbədə onu demək istəyirəm ki, trade ilə maraqlanan şəxslərin onsuz da keşfətində müəyyən zaman sonra dolu olacaq fon reklamları, fon şirkətləri. Hər qabağınıza çıxan fon şirkətinə atlanıb almayın. Çünki bəziləri çox ucuz qiymətə təklif edir. Hətta $20 belə olan fon şirkəti görmüşəm. Bu ucuz olan fon şirkətlərinin bahalı olan fon şirkətlərindən fərqi nədir? Sadəcə güvənilirliyi. Yəni $20 fon şirkətini gəlib alacaqsınız, challenge keçəcəksiniz. Challenge nə deməkdir? Birazdan izah eləyəcəm. Yəni müəyyən tapşırıqlar ki var, imtahan kimi sizə müəyyən şərtlər qoyur ki, bu şərtləri keç və ondan sonra qazan və qazancını götür. Yəni bu ilkin mərhələdə challenge deyilir. Mərhələ deyək belə. Deməli, bu ucuz fon şirkətlərinin mənfisi nədir? Çünki bunlar siz söz belə fonu bir aşıbqa tapacaqlar sözdə ki, filan şey eləmirsə ona görə sənə başqa hesabı bağlayırıq və yaxud da ki, sənə pul vermirik. Çünki onsuz da bu təzə yaranan şirkətdir, məqsədi pul yığmaqdır və onu da vurğulayım ki, fon şirkətləri nə qeydiyyatdan keçən və alan əksər adamlar, yəni ki, çox da trade ilə bilgisi olmayan adamlar olur, riskini idarə eləyə bilməyən adamlar olur və bunları da sərf edir ki, təzə başlayan adamlar gəlsin, pullarını xərcləsin bu şirkətlərə. Bunlar da oyundan özləri üçün pul yığırlar. Və arada tək-tük olan, challenge keçə bilən və pul qazanan adamlara da həmin əldə elədikləri pulları, elə bir ki, dövrəyə kimi alırlar trade eləyə bilməyəndən, verirlər trade eləyə bilənə və arada nə qalırsa özləri qazanırlar. Ucuz fon şirkətlərinin deməli dəstəyinin və uzun ömürlülük olmamasının səbəbi odur ki, çünki bunların bazası zəifdir. Bunlar təzə yaranıblar, bunlar elə təzə yumurtadan çıxıblar. Ona görə də bunlara sərf eləmir ki, kimsə gəlsin, fonu keçsin və bunlardan $3000, $5000, $10000 payoutlar eləsin. Payout nə deməkdir? Pul çıxarışı deməkdir. Yəni bundan sonraki dərslərimizdə payout sözünü çox eşidə bilərik. Deməli, bu para çəkmə, yəni pul çəkmə məsələsində daha güvənilir və həm də yəni fonumuzun daha, yəni hansı fon şirkəti güvənilirdir, o barədə danışım indi. Dediyim kimi fonlar çoxdur. Mən ən tanınmışını və ən güvənilir 2-3 dənəsinin adını çəkəcəm. O birisi çox da məşhur olmayan və yaxud da ki, məşhur olan amma problemli olan fonlar haqqında danışmayacağam. Qısacası deyim ki, qarşınıza çıxan hər fona güvənməyin. Güvənmək istəyirsinizsə ilk növbədə FTMO-dan başlayın. FTMO, yəni ki, 10 ilin deməli fon şirkətidir. Çox necə deyim, altyapısı güclü olan bir fondur. Yəni maşinlik deyirlər və şərtləri biraz ola bilər qatı olsun, amma çox bərk fon şirkətidirlər yəni. Fon şirkətinin indi prinsiplərini və şərtləri haqqında danışım. Misal üçün FTMO-nun 10.000-lik bir fonu ilə bağlı danışım. İlk növbədə onu deyim ki, fonlar şirkətlərə görə fərqli deməli mərhələlərdə olurlar. Step 1, step 2 nə deməkdir? Yəni ki, addım 1 var ki, fon alırsan, misal üçün FundedNext-də fon var. Bu fon deyək ki, step 2 adımlı step deməkdir. Yəni 2 addımlıda nə deməkdir? İlkin mərhələdə sənə verilən deməli tapşırıq yerinə yetirirsən və ikinci bir mərhələ olur, onu da yerinə yetirməlisən. Yəni 2 dəfə challenge keçmək məcburiyyətində qalırsan. Amma bir stepli olanlarda bir dəfə tapşırıq olur və onu yerinə yetirəndən sonra artıq fonu keçmiş sayılırsan, özün üçün pul qazanmağa başlayırsan. Deməli FTMO-da
10 minlik olan hesab e, itirə biləcəyin məbləğ, yəni sənə əslində 1000 dollar təyin edir, maksimum itirə biləcəyin məbləğ, amma günlük itirə biləcəyin məbləğ 500-dür. Bu günlük itirə biləcəyin və maksimum itirə biləcəyin məbləğ nə deməkdir? Yəni bu challenge-ı, yəni bu fonu pul verib alırsınız neçəyə? Hal-hazırda endirimdədir 10 illiyinə görə 90 evrodur. 90 evro verirsiniz və sizə bir belə deyək, demo hesab kimi bir şey verilir. Özlərinin login parolu olur. Siz girirsiniz onu metada əlavə edirsiniz. Elə bil ki pul yatırmış kimi. Orada balansınız 10.000 dollar görsənir. Amma əslində 10.000 deyil. Sizin əslində balansınız, çox adam bunu başa düşmür. Elə 10.000 kimi düşünür və risklərini də 10.000 üstündən aparır. Əslində yəni fonu keçməyin bu cür düşünsəz əslində daha rahat olar. 10.000-i görüb o 10.000-dən mən günə 100 dollar qazandım, az gəlməməlidir sizə. Siz baxmalısınız ki, mənim itirə biləcəyim məbləğ 1000 dollardır. Mənim itirə biləcəyim məbləğ 1000 dollarsa, deməli mənim əlimdə olan məbləğ 1000 dollardır. Siz o 1000 dolların üstündən pozisiyalara girməlisiniz. Risklərinizi 1000 dollara görə idarə etməlisiniz. Və 1000 dollar sizin maksimum itirə biləcəyiniz məbləğdir. Günlük itirə biləcəyiniz məbləğ isə 500 dollardır. Yəni hətta siz gündəlik 500 dollar kimi görüb itirə biləcəyiniz məbləği 500 üstündən nəzərdə tutmalısınız. Heç 1000-in belə yox. Yəni 500-ün üstündən deyək ki 100 dollar riskə atacaqsınız. Birin 1 işləsəz 100-ün 100-ə, birin 2 işləsəz 200-ün 100-ə. Yəni 100 itirib 200 qazanmağa hədəfləsəz, ortalama günə 200 dollar kar eləyib çıxsaz, sizin targetiniz nədir? 1000 dollar. Target nə deməkdir? Hədəf. Yəni bu challenge-da sizə təklif olunan şərtlər odur ki, 1000 dollar itirə biləcəyin məbləğdir, günlük 500 dollar, yəni toplam bugün 500, sabah 500, option 1000 dollar. Sənin hədəfin isə 1000 dollardır. Yəni əlində olan 1000 dolları 2 qatına çıxartmalısan, yəni ki 1000 dollar da üstünə gəlməlisən. Bunu elədiyin təqdirdə sən fonu keçmiş sayılırsan. Fonu keçmək üçün də minimum 4 gün pozisiya açmalısan. Yəni bugün, sabah, o bir gün, o bir gün 4 gün sən aktiv olmalısan və unlimited deməli periodu var. Yəni ki istədiyin zaman bitirə bilərsən challenge. Yəni sənin üçün şərt qoymur ki 20 günün içində challenge keç və yaxud 1 ayın içində keç. İstədiyin vaxt yavaş-yavaş 2 gündən bir gir. Məsəl üçün 200 dollar ilə çıx, 100 dollar ilə çıx. Heç kim səni tələsdirmir. Bu mərhələni keçəndən sonra, yəni ki 1000 dollar qazanandan sonra ikinci mərhələ var. İkinci mərhələdə də 500 dollar qazanmalısan. Yəni ki option targetin olmalıdır 1500 dollar. Aydındır? Bu FTMO-nun şərtidir. Bu 10.000 dollarlı balansa görədir. 25.000 dollarlıq balansın hədəfi itirə biləcəyin məbləği fərqlidir, 50.000 fərqlidir, 100.000 fərqlidir. Deməli ftmo.com saytından girib detallı baxa bilərsiniz burada. Ümid edirəm ki bu aydın oldu şərtləri. Mən məsləhət görərdim ki, ən güvənilir və ən problemsiz fon olaraq FTMO-nu məsləhət görərdim. Yəni ən dostoyni şirkət FTMO-dur. Ondan sonra FundedNext var. FundedNext-in deməli hesabları haqqında məlumat verim. Dediyim kimi Stellar, yəni Step 1 və Step 2 var. Step 1-də məsəl üçün 6000 dollarlıq hesab yazılıb burada, 66 dollardır. Bu 60, kstати bayaq yadımdan çıxdı deyim. Sizin ki, misal üçün ödəniş eləyirsiniz, 10.000 dollarlıq hesab alırsınız 90 euroya. Fonu keçəndən sonra ilk payoutunuzda və yaxud desin ikinci payoutunuzda o şirkətə görə dəyişir. Yəni orada kurallar var, o kurallara görə dəyişir. Ödədiyiniz pulu sizə geri qaytarır. Yəni bu pul batmır. Amma hesab partlasa, nöqsana yol versəz, yəni fonu keçə bilməsəz, onda bu 90 eurovuzu itirmiş olursunuz. Dediyim kimi, əgər keçirsiniz amma 90 eurovuz geri qayıdır. Həmçinin, yəni 100 minlik hesab almışsınızsa 440 eurovuz geri qayıdır. Həmçinin FundedNext-də də deməli aldığınız pulu geri qaytarır müəyyən payoutdan sonra, desin 2 payoutdur. Misal üçün bir etaplı FundedNext-in fonuna baxaq. 66 dollara sizə nə verir? 10% target eləməlisiniz. Yəni hədəfiniz məbləğin 10%-dir. Yəni 6000-in 10%. 6000-in 10%-i də eləyir 600 dollar. 600 dollar siz kar eləməlisiniz və bir steplidir. 600 elədiniz, vəsə, challenge-ı keçirsiniz. Amma sizə itirə biləcəyiniz məbləği maksimum 360 dollar qoyub. Yəni ki 6000-in başını buraxın. Prosta təsəvvür eləyin ki, sizin 360 dollarınız var və bunu 600 dollar eləməlisiniz. Yəni fonun məqsədi mümkün qədər sizi partlatmaqdır. Yəni başqa cür bunun açıqlaması yoxdur. Yəni qeyri-real şeylər tələb edirlər sizdən. İkinci deməli burada daily loss limiti 180-dır, max loss limiti 360-dır, yəni 2 qatı. Əslində nə deməkdir bu? Bayaq dediyim kimi, daily 180 oldusa, birinci hesabınız partlayır. Yəni çalışın daily loss olmayın.
150 olduğunuz misal üçün növbəti gün üçün 360 çıx 150. Sizin yerdə qalan deməli balansınız maksimum lossuz olur. Yəni bugün 100 dollar itirmisinizsə, deməli sizin max lossuz 260 dollar olur. News trading nədir? Xəbər ticarəti. Bəzi şirkətlər var ki, xəbər ticarətinə icazə vermir. Burada quş qoyublar ki, biz icazə veririk. Xəbər ticarəti nədir? Onu növbəti dərslərimizdə izah eləyəcəm. Yəni xəbər vaxtı edilən ticarət deməkdir. Performans reward hafta 95 bilən görüm. Hə. Deməli, ümumiyyətlə fon şirkətlərinin prinsipi nədir? Siz fonu keçəndən sonraki qazancınız ki var, o qazancın müəyyən faizini özləri götürürlər, müəyyən faizini sizə verirlər. Hal-hazırda gördüyünüz FundedNext hesabında 95% qazancını sizə verir, 5%-ni isə özləri üçün götürür şirkət. Burada isə burada bilmirəm nə qədərdir, burada görmürəm indi. Böyük ehtimal 80% olacaq. Yəni adətən ən minimumu 80% olur. FTMO-da da 80%-dir məncə. 80% sizə verir, 20% özünə götürür. Yəni əgər 1000 dollar qazanmışsınızsa, onun 800 dolları sizindir, 200 dolları onlarındır. Burada da 95% sizindir. Yəni 1000 dollar qazanmışsa 950 dollar sizindir, 50 dolları şirkətindir. Bayaq FTMO-da olan minimum trading day 4 gün idi. FundedNext-də isə bu 2 gündür. Əlavə olaraq FTMO-da ilk payout üçün olan zaman mən bilən 14 gündür. Yəni challenge keçdiniz və qazanmağa başladınız. Siz 14 gün qazanclı olmalısınız və yaxud da ki mənfi fərq eləmir. Yəni 14 günün tamamında ilk payout sorğunuzu gerçəkləşdirə bilərsiniz. FundedNext-də isə bu hesaba görə dəyişir. Bir stepli hesabda deməli first withdraw, yəni ki ilkin çıxarış 5 gün lazımdır. Yəni 14 gün və yaxud 21 gün gözləməyimizə ehtiyac yoxdur. Amma bunun 2 stepli hesabı var ki, bu biraz ucuzdur. Amma burada deməli payout üçün 21 gün gözləməli olursunuz. Bu da biraz yəni sərf eləməyən bir şeydir. Adam biraz yorulur. Bunun şərtləri deməli bayaqkına görə fərqi odur ki, adım 1-də 8% target eləyirsiniz, yəni 6000-in 8%-ni və onu keçəndən sonra da 5% target eləməlisiniz. Toplamda 13%. Amma step 1-də toplamda 10%-dir. Fərqlərindən ikincisi də odur ki, burada maksimum loss 360-dır, amma step 2 olanda maksimum lossumuz 600 dollardır. Belə. Mən indi ilkin olaraq 6000-dən misal çəkdim. Burada gördüyünüz kimi 15.000-lik, 25.000-lik, 50.000-lik, 100.000-lik, 200.000-lik də var. Hər bir hesabın özünə məxsus hədəfi, maksimum itirə biləcəyi məbləği və günlük itirə biləcəyi məbləği var. Ekranda gördüyünüz kimi hamısı detallı yazılıb. Bir-bir hamısını izah eləməyimə məncə ehtiyac yoxdur. İkinci məsləhət görə biləcəyim şirkət FundedNext-dir. Düzdür, FundedNext-də də bəzi problemlər olduğunu eşitmişəm. Amma belə deyim, trade haqqında məlumatınız varsa, ingilis dilində azdan çoxdan bilirsinizsə, ən azından translate ilə bunlarla mailləşə bilərsinizsə, problem olmur. Yəni başınıza nə gəlsə, bunlarla mailləşib həll eləyə bilərsiniz. Stellar Light ucuz olandır. Bunu heç məsləhət görmürəm, çünki başına yığa problemdir bu. Birincisi 21 gün şeydir, withdraw günüdür. İkili deməli iki adımlı challenge-dır. 12% eləməlisən. Nə bilim, yəni bu məsləhət görmürəm bunu, amma ucuz olduğuna görə bəziləri bunu da ala bilər. Instant nə deməkdir? Instant yəni challenge-a keçmirsən, promo balansla başlayırsan. Bu necə olur? 60 dollara 120 dollar elə bir sənə pul verir. Yəni ki, gedib hansısa brokerə deyək 60 dollar qoyacaqdırsa, bu deyir ki, 60 dollar ver mənə, mən sənə 120 dollar verim də elə. Amma bu mənfisi nədir? Dediyim kimi, kardan özlərinə 20% götürürlər və bir dənə də nəsə var idi burada. Hə, payout kuralları var burada. İlk çıxarış üçün müəyyən gün winning day eləməlisən. Winning day nə deməkdir? Yəni karlı günlər olmalıdır. Məsəl üçün günün option pul çıxartmağın üçün məsəl üçün 250 dollardan çox olmalıdır və yaxud da ki, gündəlik ən azından 100 dollar kar eləməlisən kimisindən bəzi qayda qanunları var. Və hər bir fon şirkətinin öz payout qayda qanunu var, öz yəni kuralları var ki, hansı şəkildə pul çıxara bilərsən. Mən ümumiyyətlə fon tərəfdarı deyiləm. Düzdür, fon almışam, keçmişəm, yəni istifadə eləmişəm, amma yəni mənim üçün real balansda ticarət eləmək daha məsləhətlidir. Ən azından bilirsən ki, pul sənindir, çıxarış sənindir. Bugün 20 dollar qazanmısansa, o 20 dollar sənindir. Sənin açdığın əməliyyatlara görə səni müzakirə eləməyəcəklər ki, burada səhv açmısan, burada düz açmısan, bu vaxt xəbər vaxtı idi, niyə açmısan? Yəni sənin belə deyim də iynələyən, aşıbqa axtaran olmayacaq. Amma sadəcə məndən məlumat verməkdir. Fon şirkəti nədir? O haqqında məlumat verirəm.
Topstep var sonra. Topstep də fon şirkətidir, amma bu bayaq göstərdiklərim Forex idi. Forex-lə bağlı fon şirkətləri idi. Qısası Funded Next-in futures hesabı da var. Futures nə deməkdir? Futures'u mən izah eləsəm başımız qarışacaq. Sadəcə belə deyim də, heç bir fərqi yoxdur. Pairlərin adı sadəcə fərqlidir və bəzən qiymət fərqləri olur və qrafikdə cüzi fərqlər olur. Bir də ki, deməli, Futures'ın fonları daha cazib qiyməti olur, amma bunu MetaTrader 5-də aça bilmirsiniz. Müəyyən platformalar var ki, o platformalarda açırsınız və yaxud da ki, həmin platformalar TradingView ilə inteqrasiya edir, TradingView-də əməliyyatınızı açırsınız. Yəni, Futures olan hesablarla MetaTrader 5-də işləm ala bilmirsiniz. Futures hesablardan burada Rapid Challenge var. Çox sərfəlidir, çox maraqlıdır. 100 dollara deməli sizə 1250 dollar verir. Yəni itirə biləcəyiniz məbləğ 1200 dollardır. Daily loss'unuz yoxdur. Sadəcə bir dənə 1250 dollarınız var və 1250 dolları 1500 dollar eləməlisiniz. Yəni 1250 üstə gəl 1500 olmalıdır. Onda fonu keçmiş sayılırsınız. Fonu keçəndən sonra da deyəsən 5 gün ticarət eləməlisiniz və ilkin çıxarıla biləcəyi məbləğ 800 dollara qədərdir. Rapid'in şərtləri budur. Və hal-hazırda bazarda mənim üçün ən uyğun gələn fon budur. Çünki qayda qanunu demək olar yoxdur, çox rahatdır. Amma bir məsələsi var ki, Futures fonudur. Dediyim kimi, Topstep də Futures fonudur. Burada məsələ nədir? Bu 50 minlik hesabı verir 50 dollara. Max targeti, yəni hədəfi 3000 dollar eləməlisiniz. Maksimum açıla bilən deməli kontraktınız 5 kontraktdır. Kontrakt nə deməkdir? Bu 3-cü dərsdə deyəsən lotla bağlı məlumat vermişdim. Orada yadımdan çıxıb kontraktı əlavə eləməmişəm. Kontrakt lotla eyni bir şeydir. Sadəcə lot 0,1 olur. Kontraktda 0,1 yoxdur. Kontraktın minimumu 1-dir. Bir kontrakt bir lota bərabərdir, belə deyim. Pairlər üzrə isə daha az açmaq istəyirsə, misal üçün qızılda, Futures'ın qızılında, yəni mini qızılında bir kontrakt, bir lot deməkdir. Amma mikro qızılda artıq bir kontrakt 0,1 deməkdir. Yəni ki,